qiymətlər o qədər artıb ki, daxili bazarda da Azərbaycan qazın qiymətini o qədər qaldırıb ki, elə elektrik enerjisini də. Artıq milyonlarla Azərbaycanlı, baxın, üşüyə-üşüyə evlərində qalıblar, amma həmin o qazdan, elektrikdən istifadə edib canlarını qızdıra bilmirlər. Gözlərinin qarşısında uşaqları soyuqdan üşüyür, amma ailə başçısı deməli qazı, elektrik peçini yandırıb evini qızdıra bilir. Baxın, nə qədər acınacaqlı bir vəziyyətdir. Amma o biri tərəfdə paralelə baxırsınız. Azərbaycan hakimiyyəti axı İvanişvili hökumətini Gürcüstanda müdafiə edir. Baxın, Gürcüstana Azərbaycan qazı Azərbaycanın daxili bazarında olduğundan ucuz satılır. Baxın, bizə satılan qazı Gürcüstana daha ucuz satılır. Eləcə də biz sanki belə adamlara acıq verirlər. Yenə qiymətlər artır, demək olar ki, hər həftə nəyisə qiyməti artırılır, cərimələr artır, vergilər artır, insanlar yoxsullaşır, müavinətlər kəsilir, pensiyalar kəsilir, hamısı məhrumiyyətdir. Üstəlik də Azərbaycanın xaricdən ərzaq, ət məhsulları, süd məhsulları və digər ərzaq məhsullarının alınmasına ayırdığı vəsait 2 dəfə artıb. 2 dəfə. Amma indi görün artıq həmbəsil silsilə başlayıb. Sadəcə ötən illə müqayisədə ancaq bir parametr üzrə ət, o cümlədən diri heyvanlar və süd məhsullarına ötən ilin yanvarında xərcləndiyindən 57% artıq pul gedir. 77 milyon dollar ancaq bu məqsədlə ölkədən pul gedir. Deməli, ölkənin kənd təsərrüfatı batıb. Kənd təsərrüfatının batmağı nə deməkdir? Kənd təsərrüfatı ilə indiyə qədər dolanan insanların da batmağı deməkdir. Kənd təsərrüfatının batmağı, kənd məhsullarının qiymətinin artması deməkdir.